Salam, hörmətli əməkdaşlar, hər birinizi xoş gördük. Mən Cəfərli Turanə, biokimyaçı, dietoloq və nutrisioloqam. Sabiram Wellness şirkətində bir ildən artıq ki, fəaliyyət göstərirəm, təlimçi və ekspert üzrə. Və bizim hər həftə təlimlərimiz olur, xüsusi mövzulara biz toxunuruq. Bu gün də sizə çox bir mövzudan, vacib mövzudan danışacağam. Ümumi olaraq biz hər gün nəfəs alırıq, ürəyimiz döyünür, lakin əslində bu sistemin necə işlədiyini çox insan başa düşmür. Bu günləri biz sizinlə çox sadə bu prosesi, mexanizmi izah edəcəm və ən önəmli ə, o olacaqdır ki, bədənimizin bizə verdiyi siqnalları biz artıq tanıyacağıq. Yəni biz özümüz olmaya da bilərik, əlbəttə ki, bizim öz yaxınlarımız da ola bilər, bizə müraciət edən insanlar da ola bilər. Ümumi olaraq bilirsinizmi, dünyada ölüm səbəblərinin arasında ən birinci yerdə duran ürək damar xəstəlikləridir. Yəni əslində baxın, bu dünyada birinci yerdə durursa da, demək bu sadəcə bir rəqəm deyil. Demək odur ki, hər ailədə, yəni bu problem var. Bir nəfər də olsa belə bu problemlə üzləşir. Lakin ən önəmlisi isə bundan ibarətdir ki, bu proses birdən-birə yaranmır. Yəni çox insan elə bilir ki, oturdum, mənim ürəyim ağrıdı, infarkt keçirdim. Yəni əslində bu mexanizm belə deyil. Bunun üçün illər lazımdır, ümumi bədəndə gedən xroniki proseslər lazımdır ki, hansı ki, bu ürək damar xəstəliyinə gəlsin, çıxsın. Və ona görə də biz ilk olaraq bu prosesdə ürəyimizin, bədənimizin verdiyi siqnalları biz baxacağıq ki, bunlar bizə necə bir siqnal ötürülür. Ə, Gəlin baxaq ilk olaraq ürək necə işləyir? Yəni əvvəlcə bunu biz başa düşsək ki, bizim orqanımız, əsas orqanımız, ürəyimiz necə işləyirsə də və biz ona hansı siqnalları biz düzgün dəyərləndirirsə də, əlbəttə ki, biz normal həyatımızda hər bir şeyi dəstəkləyə bilirik. İlk olaraq ürək sadə bir orqan deyil, yəni digər orqanlardan fərqli olaraq bizim ürəyimiz bir nasosdur. Yəni bir nasos kimi fikirləşin. Qan damarları vasitəsilə, baxın, bu qan damarları vasitəsilə oksigeni hüceyrələrə daşıyır və karbon qazını isə çıxardır. Ağciyarlar da bu prosesdə filtr kimidir. Yəni qanı oksigenlə zənginləşdirir. Baxın, bizim ürəyimizin işləməsi üçün ən önəmli nədir? Ürək orqanımız, ağciyərlərimiz və bu qan damarlarımızdır. Bu üç orqan, yəni bu üç prosesdə pozulma gedirsə də, əlbəttə ki, bu ürək damar sistemində bir prosesdə zəifləmə gedəcəkdir. Yəni görürsüz, tək ürək demirlər, ürək damar xəstəliyi deyirlər. Yəni bu sırf ürəklə bağlı olmur. Proses olaraq, yəni İlkin olaraq ola bilər ağciyarda, ola bilər ürəkdə, ola bilər qan damarlarımızda hardasa bir zəifləmə gedibsə də, demək bizdə bu ürək damar sistemində zəifləmə gedəcəkdir. Ə, Sadə belə izah edim, şəkildə də belə izah edə bilərəm ki, baxın, ümumiyyətlə bizim ürəyimizə qan gəlir, dolur və qan gəlib dolduqdan sonra həmin o qanı ürək nasosla ağciyara ötürür. Ağciyarda bu oksigenlə zənginləşərək sonra damarlardan buradan çıxıb bütün bizim bədənimizə devr edir və bu oksigenlə zənginləşən bax bu qan bütün bizim hüceyrələrimizə oksigen aparır. Yəni bizim qan dövranımızın normal sirkulyasiyası üçün ümumi olaraq bizim həmin o qanda oksigenlə zəngin qan olmalıdır. Yəni bu da gəlir burada ağciyərlərdə oksigenlə zənginləşir, dolur. Sonra isə yenə burada fırlanaraq gəlir digər hissəyə. Burada yenə daxil olaraq, buradan nasos kimi yenə bu şəkildə digər ağciyarın bir hissəsinə verərək burada yenə oksigenlə zənginləşir. Bu şəkildə bizim qan dövranımız proses əmələ gəlir.
Bu, yəni oksigensiz qandır, bu da oksigenli qandır və bizim hüceyrələrimizin yaşaması üçün oksigen lazımdır. Əgər bizim hüceyrələrimizdə oksigen yoxdursa, yəni oksigen özü olması nə deməkdir? Hüceyrə qidalanır və əgər hüceyrələrimiz lazım olan qidanı alırsa da biz daha çox enerjili oluruq və heç bir nəfəs darlığı yaşamırıq. Və bəzən nə olur? İnsanlar nəfəs çatışmamazlığını sadəcə havam çatmır deyə başa düşürlər. Lakin o hava çatmamağı ilə əlaqəli bir şey deyil. Bu o deməkdir ki, bədən oksigenə ehtiyac duyur. Yəni bizim hüceyrələrimizdə və yaxud da sirkulyasiya olunan qan sistemimizdə heç bir oksigen yoxdur. Və bəzən bu sırf ürəklə deyil, yəni ağciyərlərlə, bizim qan dövranmamızdan da qaynaqlana bilər. Yəni bu bədənimizin, hüceyrəmizin oksigensiz qalması sırf ürəklə əlaqəli olmaya bilər. Ona görə də dəyərləndirəndə mütləq önəmlidir ki, nəfəs çatışmamazlığın səbəbi nədir? Yəni bu havam çatışmır deyirik, o sırf bədənin oksigensiz qalmasıdır. Ə, Mexanizmə gəlib baxaq. Ümumi bədəndə proses necə gedir? Bizim hüceyrələrimiz kifayət qədər gün ərzində oksigen lazımdır və qan dövranı zəifləyirsə də hüceyrələr burada siqnal verir. Yəni bunu da biz nəfəs darlığı kimi dəyərləndiririk. Yəni burada o hüceyrələrin oksigensiz qalmalıdır. Baxın, burada şəkildə də sizə daha aydın izahı üçün belə bir şəkil yerləşdirmişəm. Bu şəkil görürsünüz, buradakı bunlar hemoqlobindir. Bunlar ağciyərdə oksigenlə dolurlar. Görürsünüz, burada oksigenli bir demək, burada oksigenli bir qan dövranıdır. Tamam oksigenlə zəngindir. Yəni bu hemoqlobinlər oksigenə bağlanıbdır və bizim qan dövranımız fırlandıqca hüceyrələrə bu oksigenləri ötürür. Yəni bizim hüceyrələrimiz də bu oksigendən qidalanaraq biz həyat tərzimizə davam edə bilirik. Proses o zaman pozulur ki, həmin bu prosesdə bu oksigenlə dola bilmir, paylaya bilmir və burada da əlbəttə ki, hüceyrələrdə problem yaranır və biz də onu nəfəs darlığı kimi dəyərləndiririk. Ürək səbəbli nəfəs darlıqları var ki, hansı ki, burada da ürək qanı kifayət qədər pompalaya bilmir. Biz dedik ki, bizim ürəyimiz nasosdur. Və bunu əsasən itələmək üçün, yəni açılıb boşalmalıdır və ağciyara bunu ötürməlidir. Əgər ürək orqanının, yəni nasosu zəifliyirsə də bunu pompalaya bilmir. Və pompalaya bilmədikdə qan başlayır ağciyarlarda yığılır və burada maye toplanır. Yenə də burada oksigen mübadiləsi pozulur. Baxın, bu bəzi proseslərdən yarana bilər ki, məsələn, həyat tərzindən də əlaqəli ola bilər və yaxud da yüksək təzyiqli insanlarda ola bilər. Burada ürəyin zəifləməsi də yenə ürəyin qidasız qalmasından gətirir çıxardır. Yəni pompası, nasosun zəifləməsi də ürəyin yaxşı açılıb boşalmamasından irəli gəlir. Yəni burada proses necə gedir? Yəni qan başlayır ağciyərlarda yığılmağa, yəni maye toplanır. Yəni ağciyər əsasən bir havalı bir mühitdə yaşayırdı. Artıq burada maye toplandığı üçün bir nəm mühit olur və bu da yenə də oksigen mübadiləsini pozur. Yəni burada dediyim kimi əsas proses yenə də sırf həm qan dövranından əlaqəli ola bilər, yenə də ürək orqanının nasosunun zəifləməsindən də əlaqəli ola bilər ki, bu artıq qanı pompalaya bilmir. Və şəkildə də eyni bu görürsüz normal ortada olan normal demək ürəkdir. Pompalayır və buradan qanı itələyə bilir. Bu şəkildəki bax bu gördüyünüz bu damar divarı demək qanı ürəyin divarı burada qalınlaşıbdır və burada demək olar ki, ürək özü zəifdir. Yəni pompalaya bilmir. Burada da biraz zəifləmə var. Burada gördüyümüz kimi tam deyil, amma biraz zəifləmə var. Yəni buna nisbətən zəifdir. Fərqi odur ki, burada başlayır, bu daha çox hansı insanlarda görünür? Daha çox siqaret çəkən insanlarda, triqlisiti yüksək olan insanlarda daha çox ürəyin divarında qalınlaşma olur.
Bir də ən önəmli proses, biz dedik ki, burada üç mexanizmə baxmalıdır. Qan dövranının zəifləməsidir. Qan dövranı əslində zəifləməsi daha çox bizim gördüyümüz son zamanlarda insanların daha çox müraciət etdiyi əsas proseslərdən biridir ki, daha çox bununla biz rastlaşırıq. Qan dövranının zəifləməsi tamamilə bizim həyat tərzimizə bağlıdır. Baxın, qan axını zəiflədikdə həmin bu damarlarda demək daralma gedir. Şəkildə də bu normal görürsüz, demək damarlardır. Normal şəkildə də buradan qan axını gedir. Digərində isə görürsüz kirəc bağlayıbdır. Burada lipid yağ burada balansı pozulubdur. Bir kirəcdir. Və buradan əlbəttə ki, qan axının getməsi çox çətinləşir və yenə də burada hüceyrələrə oksigen çatmır, enerji istehsalı azalır və bu zamanda biz nə hiss edirik? Yorğunluq, nəfəs darlığı, dediyim kimi bu proses daha çox xroniki xəstəliklə bağlı olur və həyat tərzimizlə bağlı olur. Bu birdən səhv başa düşərsiniz ki, məsəl üçün qan dövranı sırf kök insanlarda olur. Xeyr, mənim öz bir pasiyentim var idi. Hər bir göstəriciləri normal idi. Ə, Proses olaraq özü də çox arıq bir insandı. Həyat tərzi də normal idi. Yəni ə, ümumi olaraq şikayət edirdi ki, nəfəs darlığından şikayət edirdi və bu zaman bunun lipid panelini yoxlatdırdıqda orada triqliseritlərin göstəricisinin 2000 rəqəmini gördüm mən və mən həmən dedim ki, ola bilər laboratoriya səhv edir, yəni bu qədər olmaz. Və biz yenə həmən anidən yenə analiz verdik, yenə o şəkildə göstərdi. Yəni burada artıq bu qan dövranında baxın bu triqliseridin yüksəkliyi nədir? Triqliserid özü qan damarında olan bir lipid spektridir ki, orada daha çox olur və burada qan axını demək olar ki, heç sirkulyasiya etmir. Yəni turbalar kirəc bağlayıbdır, ümumiyyətlə buradan heç bir normal bir su keçə bilmir. Və ona görə də burada da çox diqqətli olmalıyıq. Yəni burada deməyimin məqsədi ondan ibarətdir. Bu sırf köklüklə əlaqəli olmaya bilər. Bu sırf yaşla da, həyat tərzinə də və o insan çox maraqlıdır. Hər bir şeyin normal idi və bunun bu şəkildə yaranmasının səbəbi həddindən artıq çox siqaret çəkən bir insandır. Yəni onun fərqində də olmurdu. Ağciyərlər toksinlərlə dolur, filtrasiya normal baş vermir və damar divarları siqaret ümumiyyətlə bu damar divarlarını nəzildir. Əsas onun problemi onunla bağlı idi. Qan dövranı haqqında da danışdıq. Risk faktorlarına gəldikdə daha çox xroniki xəstəliklərdə, daha çox təzyiqli insanlarda, kortizol çox yüksəkdirsə də, kök insanlarda, stres hormonu yüksək olanlarda, yaş faktoru çox önəmlidir. Yediyimiz qidalar belə trans yağlar var ki, hansı ki bədən onu tanımır, ancaq depoluyur. Bu da triqliserid formasına çevrilir. Vitamin, mineral çatışmamazlığı çox önəmlidir. Sizi çox yormaq istəmirəm. Bəzi elə bir mexanizm var ki, sırf o bizim ürək damar sistemimizlə əlaqəlidir ki, sırf orada elə bir vitamin, minerallar var ki, bu vitamin, minerallar parçalar defisitdirsə də həmin proses, mexanizm pozulur və yenə də bu xəstəliklə biz üzləşə bilirik. Və ən önəmli burada bizim daha çox yorğun olmağımızdan şikayətlənən insanlarda proses necə gedir? Ümumiyyətlə biz dedik ki, hüceyrədə enerji yaranması üçün ATF lazımdır. Məhz bu ATF-in yaranması üçün də oksigen lazımdır. Əgər oksigen azdırsa da bu ATF yarana bilmir. Biz də əlbəttə ki, enerjisiz qalırıq. Və oksigen azdırsa, ATF yaranmırsa, mitoxondri, yəni hüceyrəmizin mitoxondri zəif işləyir. Mitoxondrin də zəif işləməsi bizim heç xeyrimizə deyil. Enerjimiz azalır, günü-gündən yoruluruq və demək olar ki, bədəndə bir iltihabi, bir xroniki bir proses gedir. Biz nə edə bilərik? Əlbəttə ki, burada proses olaraq hal-hazırda sizə danışacağım şirkətin məhsulları olacaq. Lakin bunu da bildirmək istəyirəm ki,
Əgər simptomlar çox güclüdürsə də, mütləq də biz həkimə getməliyik. Çünki çox gec qala bilərik. Bu mənim öz başıma da gəlibdi, öz həyat tərzimdə, yəni anamla bağlı olubdu. Simptomlar güclü olubdu, bildirməyibdi və çox kritik vəziyyətdə biz xəstəxanaya daxil olmuşuq. Simptomlar güclü nədir? Hər gün təngənəfəslik varsa da, nəfəs darlığı günü-gündən artırsa da və yaxud da sol hissəmizdə ağrı, Ə, yorğunluq, məsəl üçün anidən durduğumuz yerdə birdən anidən yorğunluq baş verir. Yəni heç bir şey olmadan bu kimi hissələr, yəni əlamətlər varsa da mütləqdir ki, həkimə müraciət edin. Həkimə getməsək də sadəcə bir EKG çəkdirmək çox önəmlidir. Ən azı lipid paneli yoxlanmalıdır. Yəni bu ümumiyyətlə simptomlara mütləq fokuslanmalıyıq. Biz ümumi olaraq əgər nəyə fikir verməliyik? Əgər səhər oyanırıqsa da, yorğunuqsa da, daim yorğunluqdan şikayət ediriksə də daha çox insanların müraciət etdiyi hallardır. Ə, ürək döyüntüsü anidən yüksələ bilir, nəbzi yüksəlir, təngənəfəslik, yəni şiddətli deyil, lakin arada bir olur. Bunlar varsa da əlbəttə ki, biz öz həyat tərzimizi düzgün şəkildə qurmalıyıq. Yəni nə etməliyik? Mütləqdir ki, bu prosesdə bizim qan dövranımızı artıraq. Qan dövranı dedik nədir? Qan dövranı artmasa bizim hüceyrələrimiz oksigensiz qalır, ürəyimiz oksigensiz qalır, qidasız qalır. Su balansı çox önəmlidir. Yəni qan dövranının sirkulyasiyası üçün, mikroelementlərin daşınması üçün su balansımızı artırırıq. Antioksidan qidalar lazımdır ki, məhz burada bizim köməyimizə çatan əsas maddələrdir. Stress çox önəmlidir. Niyə insanlar anidən əsəbləşəndə, məsəl üçün stres faktoru, kortizol çox yüksək olanda və bir insan da bilmir ki, onun qan dövranı necədir və həmən bir infarkt keçirə bilir. Məhz burada stres hormonunun çox yüksək pik səviyyəyə çatmasıdır və bir insanda da qan dövranında qatılaşma, artıq orada hardasa bir kirəclik yaranıbsa da anidən bir şeyə lazımdır ki, bir stres olsun, həmidən anidən bir infarkt mı keçirsin, bir tromb kimi hadisə ilə mi üzləşsin və ona görə mütləqdir ki, burada stres faktoruna da biz diqqət etməliyik. Ümumi olaraq şirkətdə bilirik ki, məhsullar var, lakin bu məhsullardan istifadə edərkən də diqqətli olmalıyıq. Bəzən insanlar fərqində olmadan bu mənim ürəyimə xeyirdir deyir, hər bir şeyi qəbul edir, lakin onunla yanaşı digər dərmanlar da içə bilir və burada da çox pis hallara gətirə bilir. Bilirik ki, hal-hazırda şirkətdə ən ideal məhsul, məhz bu ürək damar sisteminin qorunması üçün Pulse Box var. Bunun tərkibində bu məhsul sırf həm qan dövranı üçün, həm bizim ürək sistemimiz üçün nəzərdə tutulmuş bir məhsuldur. Gəlin baxaq niyə? Çünki tərkibində omega 3 yağ turşuları var, ən önəmli. Damar divarlarının elastikliyini artırır. Likopin var. Məsəl üçün bilirsiniz ki, ürək damar xəstəliklərindən əziyyət çəkən insanlara daha çox likopin adlı tərkibində likopin olan maddə, bilmirəm bilirsiniz və yaxud da pomidor yeməyi tövsiyə edirlər. Pomidorun tərkibində yüksək likopin var. Likopin neyinir? Likopin həmin o damar divarında olan o yağlılıq, xolesterini oksidləşdirir. Yəni onu bloklayır və ona görə də bunun tərkibində olması, ikisinin bir yerdə olması damar elastikliyini yüksəldir. Damar elastikliyi yüksəkdirsə də qan axını da artır, oksigen daşınması da artır, nəticədə biz normal nəfəs ala bilirik. Sonra ən önəmli, yəni bu məhsulu sadəcə nə gəldi deyə istehsal etməyiblər. B6, B12 fol turşusu var. Biraz əvvəl sizə dedim ki, bir mexanizm var. Sizi yormaq istəmirəm, çünki tam bu tibbi tərəflərinə girməyək. Bir mexanizm var, metilləşmədir. Bu bizim sırf həmin bu ürək damar sistemimizlə çox önəmlidir. Əgər o sistemdə o çarx deyilən bir şeydir, pozulma gedirsə də, bizdə damar daxilində bir endotel qorunma funksiyası pozulur. Ümumi qan dövranımızda bir pozulma gedir. Məhz o çarxın normal işləməsi üçün demək bizə B6, B12, fol turşusu, bir də betain adlı maddə var. Həmin bu maddələr
Həmin bu maddələr həmin bu pulse boxun tərkibində var ki, o sistemi biz bilə bilmərik ki, məsələn, pozulub, pozulmayıbdı. Onu bəzi göstəricilər şəklində yoxlanmalıyıq və o şəkildə. Və sırf məsəl üçün o çarxı ə, normal işləməsi üçün, yəni pozulmaması üçün bizim bu vitaminlərə ehtiyacımız var. Hansı ki, bu Plus Box'un tərkibində var. Ümumi olaraq bu qida əlavəsi deyək, bu preparat damarımızda olan nə qədər yük varsa da onu tamamilə aşağı salır. Və bundan əlavə tərkibində yenə antioksidant var ki, bu da ümumiyyətlə bu xolesterin oksidləşməsini azaldır. Demək olar ki, o kirəci tamamilə yox olmağa köməklik göstərir. Ona görə bu prosesdə ən ideal qida əlavəsi sayılır. Çünki tərkibi sırf bundan ötürü nəzərdə tutulmuşdur. Ritmi Zdaroviyanı burada qoymaqda məqsədim ondan ibarətdir ki, bəzi vitaminlər var ki, vitaminə bənzər maddələr var ki, bunlar məhz enerji və oksigen üçün istifadə olunan maddələrdir. Yəni, bizim normal qanımızın işləməsi üçün oksigenə və enerjiyə ehtiyacımız var. Mən həmişə belə bir misal yazıram. Enerji plus oksigen bərabərdir qan. Yəni bu enerji, oksigen üçün lazım olan vitamin və vitaminə bənzər maddələr olmalıdır ki, bizim normal qanımız artsın, normal qanımız sirkulyasiya etsin. Və bunlar hansıdır? Koenzim Q10 bu fermentdir. Əslində bunun azlığı bizim işimizə yaramır. Çünki nə qədər biz ürəyimiz normal olsa da, məsəl üçün omega 3 içsəkdə, məhz bu fermentin, B kompleksinin olmaması həmin bu enerjinin əmələ gəlməsini bloklayır. Və ona görə də ritmi zdaroviyada bunu burada qoymağımın əsas məqsədi tərkibindəki olan vitamin, vitaminə bənzər maddələr məhz burada ATP-in istehsalına, yəni bizim enerjimizin istehsalı üçün lazım olan maddədir. Məhz ürək əzələsinin işləməsi üçün. Və güclü tərkibində antioksidantlar var, yəni vitamin olsa belə C-dir, Y-dir, beta-karotindir, likopinin özü var yenə bunun tərkibində. Bu bütün sadaladığım bu komponentlər hər biri damar və ağciyər hüceyrəsini qoruyur. Və ən önəmli yaşıl çay ekstratı var. Kortizolu, həmin o stres balansımızı aşağı salır və sinir sistemində sakitləşir. Yəni bu kompleksdir. Bunu biz gündəlik həyatımıza daxil etməliyik. Çünki gündəlik həyatda biz sadaladığımız hansı ki o yaranan faktorlar var. Onun qarşısını almaq üçün biz profilaktik olaraq bu məhsuldan istifadə etməliyik. Omega 3 var. Bilirik ki, bu sırf balıqlardan alınmış omegadır. Və omega 3 demək olar ki, dünyada təsdiqini tapmış bir qida əlavəsi kimi tanınır ki, sırf o mikroqan dövranını yaxşılaşdırır və əlavə olaraq iltihabı azaldır. Bilirsiniz ki, mənim üçün omega 3 çox önəmlidir. Hər kəsə yəni tövsiyə edirəm. Lakin ən önəmli burada bu prosesdə nədir? Əgər bizim lipid panelimizdə, yəni xolesterindir, triqliseriddir, HDL-dir, burada problem varsa da mütləqdir biz omega 3 qəbul edək. Hələ bir insan həyatı boyu qidalardan omega 3-ü almırsa da bu proses bunlarda da pozulur. Mənə müraciət edən insanlara hər dəfə sual verirəm ki, məsəl üçün mənə bir günlük, bir həftəlik qidalanma planını yaz, ver baxım. Və insanlar var ki, ümumiyyətlə heç bir omega 3 tərkibli qidalar həyatlarında yoxdur. Və omega 3 bədəndə sintez olunan bir maddə deyil. Biz onu kənardan almalıyıq. Və bu insanlarda da ürək damar sistemindən əziyyət çəkən insanlar ilk birinci sırada gedən insanlar olur. Və ona görə çox önəmlidir ki, biz omega 3-ü bu prosesdə həyatımıza daxil edək. Əslində omega 3 neyini? İltihabı azaldır ilk olaraq. Xroniki dediyi iltihab varsa biz ürək damar xəstəlikdən əziyyət çəkirik. Ondan sonra əsas damar divarında bir membran var. Damarın divarı var. Onu yaxşılaşdırır. Əgər membran yaxşıdırsa da qan axını da çox stabil şəkildə gedəcəkdir.
və oksigen də effektiv şəkildə daşınacaqdır. Hal-hazırda şirkətdə kətan toxumundan alınmış bitki tərkibli omega 3 var. Yəni bu fərqli omega, biri balıqlardan alınmış, digəri isə bitki ekstratından, yəni kətan toxumundan alınmış omegadır. Bunun da məqsədi, yəni omega 3'dür, lakin bitki tərkibidir. Bu da qan axınını, demək damar elastikliyini yaxşı edir. Damar divarı yumşaldıqda artıq burada qan çox rahatlıqla hərəkət edir. Əlavə olaraq bunun tərkibində bəli vitamin Y var. Vitamin Y-nin burada olması həm antioksidant dəstək edir. Əlavə bir də oksidləşməsin deyə omega burada vitamin Y-ni əlavə ediblər. Sual ola bilər ki, həm bunu içmək olarmı? Baxın, əgər dozaları düzgün şəkildə bölsək, bəli, ikisini də eyni anda içə bilərik. Lakin burada ən önəmli məqam, əgər bir insan digər kimyəvi preparat olaraq qan durulducu içirsə də, yəni bu preparatlarda diqqətli olmalıdır. Çünki budur, omega 3'dür, Pulsebox'un özüdür. Bunlar hər biri qanı axıcı edir. Yəni biz bunları qəbul edəndə əlavə də həkim bizə qan durulducu yazıbsa da, əlbəttə ki, bizdə bir qanaxmaya gətirər çıxardar. Yəni ona görə burada mütləq diqqətli olmaq lazımdır. Sonra bunu profilaktik içə bilərik. Yəni arada bir profilaktik içə bilərik. Bitki tərkiblidir. Lakin biraz ciddi bir proses olduqda, iltihab olanda əlbəttə ki, bu omeqanı tövsiyə edirik. Və burada dedim ki, sual ola bilər, bəlkə də hal-hazırda var, indidən deyim və yaxud da sizə müraciət edən insanlarda burada vitamin Y-ni omega oksidləşsin, yəni omega 3 özü tez oksidləşən bir maddə olduğu üçün vitamin Y-ni burada qoyublar ki, burada oksidləşməsin yağlar. Amma burada omeganın yanında Y vitamini yoxdur, lakin bunun demək istehsalı distillə olunmuş istehsaldır. Yəni oksidləşmə olmur. Ya omega yüksək səviyyədə təmizlənibdir. Yəni texnologiya olaraq fərqlidir və ona görə də burada yağ turşularının heç birində oksidləşdirmə olmur. Çünki üsul olaraq, texnologiya olaraq fərqli bir texnologiyandan təmizlənibdir. L-karnitin haqqında danışmaq istəyirəm. Birdən elə başa düşərsiniz ki, elə hər ürək damar xəstəliyindən əziyyət çəkənə L-karnitin verək. Xeyr, belə bir şey yoxdur. L-karnitin o zaman tövsiyə edirik ki, əgər artıq biz yola başlamışıqsa da, pasiyentin ola bilər ki, yenə bu enerjisi hələ də bərpa oluna bilmir. Çünki baxın, biz dedik ki, həddindən artıq hüceyrələr oksigensiz qaldıqda ATF-in yaranması üçün oksigen lazımdır. Burada L-karnitin bəzən olur ki, az olur bədəndə, yəni enerjiyə çevrilə bilmir. Biz gördük ki, ola bilər insanlarda biraz hələ düzəlmə, yaxşılaşma getmir. O zaman biz L-karnitin tövsiyə edirik ki, mitoxondriləri, yağ turşuları həmin mitoxondriyə daşıya bilsin. Və bəzən olur ki, insanlarda bu L-karnitin özü az olur. Bu yaşla da əlaqəli ola bilər, həyat tərzi ilə də əlaqəli ola bilər. Lakin yenə deyirəm, ürək damar xəstəliyindən əziyyət çəkən insanlara hər kəs L-karnitin vermək tövsiyə deyil. Çox halsızdırsa da, enerji bərpa oluna bilmirsə də mütləqdir ki, onu da əlavə edirik. Maqnezium çox önəmlidir. Maqneziumun bu prosesdə rolu nədir? Maqnezium burada bir açar mineralıdır. Baxın niyə? Ürək özü əzələsinin elektrik bir aktivliyi var. Yəni ürəyin özünün açılması, boşalması buna siqnal verir. Və bu siqnalları həmən bu minerallar var ki, həmin o minerallar sayəsində alır. Bunlar hansıdır? Kalium, natrium, bir də maqnezium. Əgər bir insanda maqnezium çatışmamazlığı varsa da, həmin bu ürək əzələsinin bu elektrik aktivliyi aşağı düşəcəkdir. Yəni bu siqnalları normal şəkildə qəbul edə bilməyəcəkdir. Və bu da nəyə gətirib çıxardacaqdır? Bizim ritmimizin pozulmasına, aritmiya riskinin artmasına gətirib çıxardacaq. Və ən önəmli, bir insanda xroniki dedik bəzi xəstəliklər var ki, bunlar bizim daim
bu qan damar, ürək damar sistemimizi poza bilir. Bu nədir? Stressdir. Çünki insan çox stresslidirsə və kortizol çox yüksəkdirsə, kortizol yüksəkliyi nə deməkdir? Damar divarının nəzilməsi deməkdir. Və ona görə də bəzi insanlarda əgər şəkər yoxdursa, artıq çəkidən əziyyət çəkmirsə də, normal qidalanırsa, yürüyüş edirsə də, lakin bu insanın daim ə, təzyiqi yüksək olur. Və bu insan da infarkt keçirə bilər. Bu insanda da bir tromb görmə şansı yüksəkdir. Çünki nə dedik? Kortizol damar divarını nəzildir. Və burada da əlbəttə ki, bizim köməyimizə maqnezium çatır ki, maqnezium yenə də kortizol hormonunu stabilləşdirir və əlbəttə ki, bizim həyat keyfiyyətimizi yaxşılaşdırır. Ə, Yekunda bunu demək istəyirəm ki, hörmətli əməkdaşlar, sonda nəfəs çatışmamazlığı birdən yaranan proses deyil. O bizim bədənin ümumiyyətlə illərlə verdiyi siqnalların nəticəsidir. Əgər biz bu siqnalları vaxtında başa düşsək, dəyərləndirsək, burada sadəcə yəni, nəfəs almaq deyil, ümumi həyat keyfiyyətimizi artırmaqdır. Və özünüz də bilirsiniz ki, hal-hazırda son zamanlarda bu simptomlar çox yüksəkdir. Və ilk olaraq da biz insanlara düzgün informasiya verməliyik ki, nəfəs darlığı sırf sənin köklüyünləmi və yaxud da həyat tərzinlə əlaqəli deyil. Hansısa bir mexanizmdə pozulma var və onu vaxtında bərpa etməlisən. İnanın ki, ürək damar xəstəliyinin əmələ gəlməsi üçün illər lazımdır bizə. Yəni insan o qədər xroniki xəstəlikdən əziyyət çəkməli, bir günə yaranmır və ən önəmli də bu bir həftəyə həll olunan bir proses deyil. Ə, və ümid edirəm ki, bugündən sonra hər biriniz özünüzün sağlamlığınızın qayğısına qalacaqsınız və özünüz bədəninizin verdiyi siqnalları düzgün dəyərləndirib və həyat keyfiyyətini qaldıracaqsınız. Hər birinizə təşəkkür edirəm. İnşallah gələn təlimdə görüşmək ümidi ilə.